Salam canlar, hər birinizi yeni vlogdan salamlayıram. Evimə, kanalıma hər biriniz xoş gəldiniz. İstədim ki, vlogun açılışını belə sizlərlə üzbəüz açım. Çoxdandır ki, həm vlog çəkmirəm, həm sizlərlə belə danışmamışam. Ona görə də vlogu belə başlatmaq istədim. Necəsiz qızlar? İnşallah ki, hər biriniz yaxşısınız. Məni soruşsanız, şükür Allaha, mən də yaxşıyam. Sağlıq, salamatçılıqdır. Artıq neçə gündür ki, bəlkə bir həftə, 10 gündə olar ki, vlog çəkmək istəyirdim. Dedim, qoy yeni bir vlog paylaşım. Yazırsınız ki, bacım, nə oldu? Niyə çəkmədin? Niyə paylaşmırsan? Ancaq heç cürə əlim gəlmirdi, qızlar. Səbəbini də yəqin bilirsiniz ki, bu yaxınlardan gözəl Sevinç bacımın gözəl balası, Rəvan balamızı itirdik. Bu haqda çox danışmayacağım. Sadəcə başlıqda biraz danışmaq istəyirəm. Yəni Rəvan balamız mələk oldu, cənnət mələyi oldu. Allahdan ona rəhmət diləyirəm. Sevinç bacıma da buradan səbir diləyirəm. Ondan başqa heç bir şey deyə bilmirəm, qızlar. İnanın ki, nə səs atanda nə isə deyə bilirəm ona. Çünki bir övlad itirən bir anaya nə demək olar, necə təsəlli vermək olar, bilmirəm. Onun həmişə onunla qalacaq, onun qəlbində qalacaq, o ağrı, acı həmişə bir ömür boyu onunla birlikdədir də. Sadəcə ancaq səbir diləmək istəyirəm ona. Yanına da getdik Solmaz bacı ilə. İnanın ki, heç dilimdən də o cümləni çıxarda bilmirdim ki, Allah rəhmət eləsin. Onu bir anaya demək o qədər çətin idi ki, telefonda da nə onu demədim, nə yaza bilmədim. Dedim, ancaq yanına gedim, özünü görüm. Ancaq səbir diləyirəm. Mələk idi, mələk də oldu, cənnət mələyi oldu. Belə qızlar, çox danışa bilmirəm bu haqda. Sadəcə səbir diləyirəm Sevinç bacıma. Allah özü köməkləri olsun, ailəlikcə. İndən sonra inşallah hər şey ürəklərincə olar. Sadəcə səbir. Bu qədər. İndi mən də yeni vlogumu başladım, qızlar. Belə danışmaq istədim. Heç özümdə nə danışdım, nə dedim, bilmədim. Belə səhər-səhər durdum, qızlar. Bu günləri Camal balam ilk dəfə olaraq oruç tutub. Düzdür, keçən ildən istəyirdi oruç tutsun Camal. Ancaq biz qoymurduq. Qorxurduq ki, bacarmaz, nə bilim, zəifdir, gah dərmanlı olurdu içəsi. Amma bu ildir ki, yox hanım, mən oruç tutmaq istəyirəm. Bugün də onun nə hazırlığı yoxdur, nə idi bana. Dedim, 5-ci gün tutarsan. Çünki məktəbdən gəlib boş olacaq, evdə olacaq, idman günündə alınmaz. Səhər durdum, balama imsak hazırladım. İmsaka durğuzdum, ona yemək hazırladım, çay qoydum. İnanın ki, bu oruçluqda da müəyyən səbəbə görə oruç tuta bilmədiyim üçün o qədər elə bilirəm ki, nəysə məndə çatmırdı, hər il tuturam deyə. Belə özümü çox qəribə hiss edirəm bu Ramazanda. Kimlər ki, oruç tuturlar, Allah hər birinizin orucunu qəbul eləsin, qızlar. Bütün niyyətlərinizi Allah qəbul eləsin. Mən də durdum, Camala qəşəng yemək hazırladım, çayını, çörəyini, hər bir şeyini verdim. İnanın, o deyir, anam, nə dua eləyəm? Duanı vermişəm ona, başa salmışam ki, belə dua elə. Görürəm, gözlərin içi parıldayır. Həvəslə, deyən kimi durdu. Normalda Camalı məktəbə durğuzanda onu oyada bilmirəm də. Birinci çayın altını qoydum, yeməyini hazırlamadım. Dedim, gedim, bəlkə uşaqdır da, oyanmaz. Elə səs deyən kimi oyandı Camal. Yedi, içdi, sonra yatdı, bolca da su içdi. Qorxdu ki, susuzluğa davam gətirə bilməz. Allah özü kömək olar, inşallah yarıda açmaz. Təki canı sağlam olsun. Əgər indi nə bilim, düzdür 14 yaşın içində də Camal 13 bitib. İndi bir narahatçılıq olarsa, uşaqdır da, yəqin bir açar, nə bilim, dözərmi? Deyir, mən deyib dözəcəm deyir. İnşallah sonacan dözər. Mən də bugün balam üçün axşama iftar süfrəsi hazırlayacağım. Dedim, elə vlog başladım. Camalın ilk oruç tutmağı da belə yadigar qalsın. Həm də iftar süfrəmizdə çəkərəm sizə ki, bugün balama nələr hazırlayıram iftara. Belə canlar, bugün Ömər də biraz nasazdır, onu da məktəbə yola salmamışam. O da evdədir. Biraz axşamından gördüm, nəsə istiliyi var. Bir 37, 7, 8 olardı. Dərman zad verdim, elədim. Burnu zad tutğundu, belə nəfəs almaqda çətinlik çəkir. Düzdür, axşam şükür Allaha olmadı. Bu gecə çox narahat yatmışam. Dəqiqədə bir budilniki qururdum. 1 saatdan, 2 saatdan ki, durum uşağı nəzarət edeyim də. Qızdırma da bilirsiniz, elə şeydir ki, hər an qalxa bilər. Nə qədər dərman versən də bir də görsən qalxır.
Sonra Camalı oyatdım səhər. Elə oldu ki, düzgün yata bilməmişəm. Dedim, belə vlog başladım. Yeməyimin ön hazırlıqlarını eləyərəm. Günorta biraz dincələrəm. Uşaqlar da uzanar. Ömər də narahatdır. Camal da oruçdur. O da dərsdən gələr, biraz uzanar, dincələr. Sonra durub davam eləyərəm yeməyimi bişirməyə. Bəlkə canlı açdım. Canlıda belə də yeməyi hazırlayaram. İstəyirəm badımcan pomidor dolması hazırlayım. Uşaqlar çox sevirlər. Mərci supu hazırlayacağım Camala ki, su pişsin birinci, sulu yemək. Bir də börək istəyir. Belə şorlu ətli börək hazırlayacağım inşallah. Bir də qızlar, səhər durdum. Mən biraz bazarlıq elədim, onu çəkim. Məktəbə gedəndə papa apardı uşaqları. Mən də elə o kiçik bazara getdim. Elə biraz təzə bazarlıq eləmişdik. Meyvəmiz var idi, meyvə almadım. Amma belə tərəvəz lazım idi deyə tərəvəzlərdən götürdüm. Badımcan götürdüm. Həm belə dolmalıq götürdüm, həm də qızartmalıq. Dedim arada həftə becər hazırlayaram, ya qızartıram. İnan ki, heç ət yeməyi istəmirəm də qızlar. Gül kələmi istəyirdim, gül kələmi olmadı orada. 1 manat 50 qəpik idi badımcanlar, özü çox qəşəngdir. Sonra biber aldım. Biber də 2 manat 50 qəpik idi. Sərf etmirəmsə belə bir qiyməti olmalıydı. Bundan da həm dolmalıq götürdüm, həm də belə qızartmalıq. Xiyar qızlar 1 manat 80 qəpikdir. İndi yanımızda neçəyə də bilmirəm. Biz ikinci gün aldıq yoldaşımla xiyar pomidor. Bilirəm, düzdür, hələ dadı yoxdur, tamı yoxdur. Ancaq nə bilim, vallahi yeyirəm də, nə deyim. Mən turşu yeyə bilmirəm. Yeməyi də sadə şəkildə yeyə bilmədiyim üçün göygərti, xiyar, pomidor belə yeyirəm arada. Deməli, o gün alanda 2 manat 20 qəpik idi orada. Amma yanımızda 4 manat idi. 4.50, bax belə idi yanımızda. İndi bugün orada 1.80 idi. Amma yanımızda indi bilmirəm də, yəqin biraz qiymət aşağı düşüb ola bilsin. Burada da biraz aşağı olur. Ancaq yenə ora münasibdir. Buradan məsəl üçün 1 kilo aldığımı oradan gedəndə 2 kilo alırsan. Biraz xurma götürdüm. 5 manat, 6 manata yaxın idi. 2 manat 50 qəpiklik deyəsən götürmüşəm. Dedim süfrədə olsun, balamın iftar süfrəsində. Sonra göyərti götürdüm. Spanaq almağı unutdum oradan, şorun içərisinə qatmağa. Onsuz da mağazinə düşəcəm, lavaş almalıyam. Onda spanaq da alaram. Bir də pomidor götürdüm 2 cürə. Həm qırmızı, həm də rozlu. Bu qırmızıdır, bu da rozlu pomidordur. Arasına bir dənə qırmızı düşüb. Bunlar da qiymətləri yaxın idi. Biri 3.30 idi, biri 3.50 idi. Bax belə. Yəqin ki, yanımıza lap baha olacaq orada belə qiymətədirsə. Bu, bilirsiniz, rozvular biraz yumuşaq olur. Dolmalığa yaxşı olmur. Orada tez boşalırlar. Ona görə qırmızıdan da götürdüm dolma üçün. Bu da yeməyə yaxşı olur, rozvu pomidorlar. Belə qızlar, bazarlığım bu qədərdir. Bunları yerləşdirim. Bir də burada dediyim kimi ətimdir, şorumu da çıxartmışam. Həm dolmaya, həm də biraz da börək hazırlayacağım. Az hazırlayacağım börək. Çünki yemək də hazırlayıram. Börək də belə, yəni çox olmasın da, israfçılıq olmasın. Biraz börək, biraz da yemək də hazırlayaram. Uşaqlara sabah dostu həftə sonudur. Sabah da evdə olacaqlar. Qalan yeməkdə yeyirlər inşallah. Şor da çıxartmışam. Balaca paketdə şorum yox idi. Bunu donu açılsın. Biraz götürərəm. Qalanı da belə mən kulokları az eləyirəm. Rahat olur da. Sonra istifadə eləmək əlimin altında. Elə rayondan necə gəlib belə də qoymuşdum. Marazilkaya, dondurmaya. Belə canlar. İnşallah ki sona can çəkə bilərəm. Qəşəng bir vlog alınar. Bu arada qızlar, mən canlı açdım. Vlog çəkməyi saxladım. Canlı açdım. Bu dolmamın ətini canlıda elə hazırladım. Qızlarla söhbət eləyə-eləyə. Amma dedim qoy canlını bağladım. Dedim qoy davam eləyim. Biraz çəkiliş eləyim. Dolmamın əti hazırdır. Bir də reyhan alacağım. İndi mağazaya düşəndə biraz da reyhan əlavə edəcəm. Bu da börəyin ətidir. Burada da şorum artıq donu açıldı. Biraz bunu ayırdım börəyə. Dənə spanaq da alım. Keşnişim də var. Əlavə edərəm içərisinə. Badımcanlarımı da pörtdüm. Biberimi də hazırladım. Bu da pomidor. Pomidorun içine hələ hazırlamamışam. 4 dənə götürdüm. Çünki baxdım ətim elə çox da deyil. Ömər də günorta yedi. Greşkan var idi. Onu istəmədi. Yine dolma ətindən verdim. Yedi. Belə demək olar ki hazırdır da. Gedim mağazaya gəlim. Sonra da mərcin asacağım. Mərci də pişər. Belə 3-də 4-də də mərcin asaram. Saat indi 3 işləyir. Gedim gəlim. Mən də yeməyimi yeyim. Sonra da mərcin də eləyərəm. Sonra biraz da dincələrik. Axşama da
yemək inşallah hazır olanda, börəyi də hazırlayanda çəkərəm. Mağazinə də getdim, gəldim qızlar. Biraz yoruldum sözün açığı. Baxma da gecə də narahat yatmışam. Səhər də durandan inanırsınız. Heç dayanmamışam da. Saat 3 olur. Bir dənə çörək götürdüm. Qəşəng təzə çörək idi. Bir də dedim heç axşam üstü düşməyərik də çörəyə. Təzədir deyə götürdüm. İsti gəlmişdi. Bir dənə də belə böyük bir lavaş götürdüm. Düzdür, bu lavaşın hamısını hazırlamayacağım da. Yəni baxaram da hərəsindən bir 3 dənə ət hazırlayaram. 3 dənə belə şorlu börək hazırlayaram. 3 lavaşlıq. Bir 6 dənəsindən elə istifadə edirəm də. Çünki deyirəm çox hazırlamıyorum. Yeməklər də var. Limon götürdüm. Camal mərcini limonsuz yemir. Bu arada mərcini də asdım. İndi bu qaynasın. Bunun içərisinə tomatını da əlavə edəcəm. Markov da aldım. Markovun kartuşkanı rəndədən keçirib tökəcəm. Ya elə doğra, ya rəndədən. Fərqi yoxdur da. Bir də soğan. Bir də yağı. Hamısını içərisinə tökürəm mən. Sonra da pişəndən sonra da blenderlə əzirəm. Vəssalam. Bu da markovum. Burada qəşəng bir dənə spanaq götürdüm. Böyük idi deyə bir dənə götürdüm. 2 dənə də reyhan götürdüm. Qoxusu belə qəşəng gəldi. Çoban salatı istədim. Biraz çoban salatı eləyim özümə. Hələ yeməyimi yeməmişəm, inanırsınız. Elə aldıqlarım da bu qədər. Çörəyi də yerləşdirim. Lavaş da qalsın bir kənarda. Mərcini də içinə gətirim. Tərəvəzlərini töküm bir dəfəlik. Sonra mən də yeməyimi yeyim. İstirahətimi eləyim. İnşallah börək hazırlayanda çəkərəm, düşünürəm. Bir də görək dolmanı da hazır olanda da göstərərəm qızlar. Çoxdan da çəkmirəm deyə elə bir ki unuduram çəkməyi də. Belə canlar. Tərəvəzləri hazırladım qızlar, belə soğan, markov, kartuşka. İndi elə adamlar olur ki pəkcə elə mərcidən hazırlayır, elə bilirəm. Əlavə içərisinə içinə tökmür. Amma bilmirəm, mən belə alışmışam. Elə tomatı da içərisinə tökürəm. Tərəvəzləri də tökürəm içərisinə. Elə bilirəm ki, belə daha dadlı olur tək mərcidənsə. Biraz su da əlavə edəcəm. Mərcilər şişsə suyu azaldı. Yağını da tökəcəm içinə. Duzu, istiotu, qəşəng pişsin. Sonra da əzəcəm qəşəng pişəndən. Sonra blenderlə. Bunu mən suda qoymuşdum mərcinə. Ona görə belə tez açıldı. Bu da qaynasın. Bunu da demək olar ki, işi bitdi. Bir dənə pişib əzilməyə qalıb. Qoyum qəşəng qaynasın, pişsin. Biraz uzandım qızlar. İstirahət elədim, özümə gəldim. Durdum, başladım yeməklərimi hazırlamağa. Saat hal-hazırda 6-ya qalır 5 dəqiqə. Belə dolmamı hazırladım. İndi qoyacağım bişməyə. Burada da mərcim də artıq hazırdır. Şorun da içliyini hazırlamışam. Bir dənə duzunu, istiotunu tökmək qalıb. Ətim donsuz hazırdır. İndi tez-tez bunu qoyum dolmanı pişməyə. Tez-tez börəyi hazırlayım. İndi baxım, telefonum da zaryadkası azdır. Qoyum biraz yığsın. Börəyi hazırlayanda biraz çəkiliş eləyərəm. Aslında düzdür, dəfələrlə çəkmişəm. Ancaq yenə də çəkiliş eləyərəm. İndi dolmanı qoyum pişsin. Yağ da əlavə elədim. Bizimkilər sulu sevirlər. İnanırsınız qızlar, oyandım, gördüm ki sularımız kəsilib. Dedim, ay Allah, nə yaxşı ürəyimə belə daman kimi bütün belə işimi, gücümü gördüm də, yeməklərimi ön hazırlığını elədim. Düzdür, çənimiz var, onu açdım. Ancaq ondan az gəlir də, naporsuz gəlir, motorsuz gəlir. İndi yəqin ki verərlər suları da. Amma yaxşı ki belə də hazırdır yeməklərim. Uzun aradan sonra qızlar, ilk dəfə bu tripodu gətirdim, yerləşdirdim. Telefonu adama qəribə gəlir. Uzun zamanda çəkiliş eləmirəm deyə. Dedim, qoy belə göstərə-göstərə hazırlayam. Deməli, qızlar, indi sosunu hazırlayacağım. Üzərinə çəkiləm börəyi. Bir dənə yumurta qatıq. Saat 6'da. Tez-tez hazırlayın. Uşağa yemək çatsın. Qatıq da tökürəm. Duru yağ. Bir yarım stəkan kimi. Həm içərisinə eləyəcəm, həm də üzərinə tökəcəm.
Əlimin altında su çox gəlməyəndə qızlar iş görə bilmirəm. İstəyirəm belə su çoxlu gəlsin. Burada sızğı ilə gəlir su. Rahat iş görmək olmur. Bunu qarışdırıram tez-tez. Biraz da qızlar su əlavə elədim. Çox belə qatı olmasın da. Kənd yumurtasıdır deyə rəngi sarı alındı. İndi başları açaq. Birinci ət verirəm. Görün ət neçədən olur. Yəqin 3 dənə olar ət. Tez-tez hazırlayıram. Qoyum sodaya. Zaten mərci hazır. Birinci mərci çay. Yoldaşım da çıxıb, o da gəlir. Elə hamımız birgə oturarıq. Uşaq da iştahla yeyər. Ailəvi. Mən gecə yemişəm, düzdür, elə bir aclığım yoxdur. Ömər deyir, mən də acmışam. İndi qəşəng çəkim buna, bundan. Dolma da iri qəşəng gəlir. Qış tərəvəzləridir də. Çəkək. Bir yaxşı qatmamışam, qatıqlardan qalır. Tez-tez hazırlayın qızlar. Siz də sürətli şəkildə izləyin. Sen sonra alsana mı?
Hazırladım qızlar. İndi sobanı da yandırmışam. Sobam da qızsın. 7-nin yarısı olur. Qoyum sobaya. Börək də hazır olsun. Dolmam da pişir. Camal deyir ki, ana mətbəxdə yeməyə, qonaq otağında süfrə aç. Dedim baş üstə. Gedim qəşəng mən də süfrəmi açam. Allah nə veribsə, nə pişirmişəmsə süfrəyə düzüm. Balam iftarını açsın. Maşallah, maşallah. Heç demədi ki, ana dözmürəm, susuzlamışam, ay başım ağrıyır. Məktəbdə nə gəldi, dedi ana yaxşıyam. Bir damcı dedi belə su istədim. Sonra ötdü keçdi. Allah özü kömək olur da. Hə, heç bir şey evə gəlib, heç yatmadı da, dincəlmədi də. Dedi hər şey yaxşıdır. Bir bayaq gəldi, soruşdu ki, ana nə qədər qalıb? Dedim Camal, heç bir şey, çox az bir vaxt qalıb. Hə, qoyun bunu da pişsin, süfrəmi hazırlayım. Bayaqdan bir tələsə gəzirəm ki, qızlar ki, yeməyim hazır olsun. Dolmam pişdi, hazırdır dolmam. Buxarlandı, hə, açıldı. Pomidor belə bərk pomidor alsam da yenə əzilib, eyb olmaz. İnşallah dadı tamı da yaxşı olar. Börəklərim də belə qızarıb. İndi bunu da çıxardım, doğrayım tez-tez. Bu da börəyin son halı. Dedim son halını da çəkim. Belə şəkildə götürüm. İndi tez-tez doğrayım. Birinə qoyaram şol, birinə də qoyaram ət. Son. Gəl Camal, gəl də vaxtıdır, aç. Sana çatdırdım yeməklərini. Hə, bir dənə xurma dişdə, elə xurma yeyən deyilsən də, sən bir dənə dişdə. Allah qəbul eləsin. Allah həmişə tutmağa qismət eləsin. Allah qəbul eləsin. İç şimdi mərcidən birinci iç, biraz sulu yemək. Sonra yeyərsən, yavaş-yavaş tələsmə. Gəlirkən. Hə, götür Ömər. Ömərin bayaqdan ürəyi partlayıb yeməyə başlasın. Hə, götür. Allah bütün evləri bol rozili bərəkətli eləsin. Bütün tutulan oruçlar qəbul olsun. Kimin ürəyində nə arzusu, nə niyyəti varsa Allah qəbul eləsin. Nuş olsun. Gəl ilkin.